Hayatım getirəm San Sebastian almağa ya da zarafat edirəm, getmirəm. Getmək istəsən də icazə verməyəcəksən. Ən yaxşısı evdə hazırlaya bilərsən. Yaxşı ki özüm başa düşdün. Nə lazımdır əlavə rəsxod? Əlbəttə ki, San Sebastian evdə özüm hazırlayacağam. İlk olaraq 600 qram krem pendiri əlavə edirik. 130 qram şəkər tozunu da əlavə edib mikserlə qarışdırırıq. İndi isə 4 ədəd yumurtanı bir-bir atıb qarışdıracağıq. 400 qram qaymağın üzərində 20 qram un əlavə edib qarışdırırıq. 1 paket də vanil əlavə edirik. San Sebastianımızın kremi hazırdır. Hamar olsun deyə biz süzeydən keçirəcəyik və daha sonra 200 dərəcədə pişməyə qoyacağıq. 45 saatlığına soyuducuya gözləməyə qoyuruq ki, tam özün tutsun. 5-6 saatdan sonra artıq San Sebastianımız hazırdır. Çox möhtəşəm olub. Vallahi əla olub. Əllərinə sağlıq həyatım. Nuş olsun, sizlərlə mütləq şəkildə hazırlayın.